Beyin bilirsiniz nəyi xoşlayır? Yəni qapını sökürsən, yerində bir də manqal qoyursan, qapı olur manqala, belə baxın, bir şey. Onu demək istəyirəm. Beyin qeyri-adiliyi sevir. Çünki aktiv şuuraltı hərəkət əslində bizim düşündüyümüz kimi məntiqi hərəkətlərin nəticəsi deyil. Orada qeyri-məntiqi, yəni gülməli, qarışıq, əlaqəsiz, məntiqsiz o qədər şəkillər, hərəkətlər cərəyan eləyir ki, məsəl üçün yuxuları buna misal vermək olar. Qarışıq yuxular görürük. Hamısı nəyin nəticəsindədir? REM-də olan, beynimizdə olan o məlumat yükü saniyələr ərzində beyindən sürətlə keçir. Beyin özünə aid olanları tutur, aid olmayanları kənara qoyur. Yəni ki, bizim beynimizdə şəkillər qeyri-adi formada əslində düzülüb. Biz onu sistemləşdiririk. Aktiv şuurumuz çox az bir hissəsini təşkil edir bizim aktiv fəaliyyətimizin. Bizim fəaliyyətimizin əksər hissəsi, əsas hissəsi şuur altımızda baş verən, daxilimizdə baş verənlərdir. Məsələn, mən özümü bu gün indi hal-hazırda düzgün apara bilirəmsə, şuurumla şuur altımı doğru şəkildə idarə edə bilməmin nəticəsindədir. Salam, hər vaxtınız xeyirli olsun dəyərli dinləyicilər. Planet FM nəfərində Düşüncə Mərkəzi verilişinə start veririk. Verilişin aparıcısı mən profiler insan tanıma mütəxəssisi Təbriz Harcinski. Bu gün də maraqlı mövzumuz var və qonağımız da çox maraqlı insandır. Bu gün yenə də beyindən danışacağıq. Amma beynin bir başqa bir istiqamətindən, hansı ki o insana hər zaman lazım olur. Daha dəqiq desək, insan yaddaşından danışacağıq. İnsan yaddaşı necə işləyir və öz yaddaşınızı necə 3 qat artıra bilərsiniz? Düşüncə Mərkəzində günün mövzusu. Bəli, mövzumuz super yaddaş və yaddaşı necə 3 qat artırmaq olar. Bu haqda danışacağıq və bugün bu mövzumuzu dərindən araşdırmaq üçün studiyamızın çox möhtəşəm bir qonağı var. Yaddaş mütəxəssisi, 14 gündə super yaddaş kitabının mütəxəssisi və Elnur Rəhimov. Xoş gəlmisiniz. Salam, xoş gördük Təbriz müəllim. Dəvət elədiyiniz üçün də minnətdaram. Təşəkkür edirəm. Siz gözəl zamanınızı bizə ayırmısınız və əminəm ki, bugün verilişimiz çox maraqlı olacaq. Yaddaşdan danışacağıq. Sizi biraz eksperiment edəcəyik. Görək, həqiqətən də yaddaşı 3 qat artırmaq mümkündürmü? Və əlbəttə ki, bilirsiniz də yaddaş insanın ayrılmaz bir hissəsidir. Hətta mən belə bir maraqlı bir tendensiya gördüm. Adətən demək, bu intellektual insanları daha çox bir-birinə bağlayan onun yaddaş mexanizmidir. Hansı ki, necə yaddaşı yadda saxlayır, necə yaddaşından doğru dürüst istifadə eləyir və s. Ümumiyyətlə, belə bundan başlayaq. Super yaddaş nədir? Nə kimi bir layihədir? Super yaddaş öyrənmə fəaliyyəti zamanı beynin sağ və sol yarım kürələrini balanslı şəkildə öyrənmə fəaliyyətinə daxil edən bir sistemdir. Yəni, təlimlər zamanı, dərslər zamanı, praktik məşğələlər zamanı biz hər iki beyin yarı kürələrimizdən də balanslı şəkildə istifadə edərək öyrənməni həyata keçiririk. Super yaddaş budur. Yəni super yaddaşa istənilən adam sahib ola bilər. Düz başa düşdüm. Bəli, əgər fiziki qüsur yoxdursa, istənilən insan super yaddaşa sahib ola bilər və beyinlərini məşğələlər sonunda ən azı 3 qat gücləndirə bilərlər. Əla. Ümumiyyətlə, necə düşünürsünüz? Bu yaddaş, yəni bu mexanizm asanmı başa verir, yoxsa həqiqətən də burada böyük bir zəhmət tələb eləyir? Hamımız bilirik ki, bir işi görmək üçün bəzən illər gedir, bəzən ən azı aylar bunun üzərində çalışırlar da. Bəs bu yaddaş texnikaları necə baş verir? Bu da təbii ki, müəyyən zəhmətlərin nəticəsində qazanılan bir bacarıqdır. Biz əfsanə satmırıq da, əksinə olaraq reallığı vurğulamağa çalışırıq. Bəzən insanlar elə bilirlər ki, artıq mən super yaddaş texnikaları təlimini öyrəndim, yiyələndim, bitdi sehirli çubuq kimi istədiyim olacaq, hər şeyi yadda saxlayacağam. Elə bir şey yoxdur. Öyrənilən, istənilən bacarıq kimi o bacarığı davam etdirmək lazımdır, tətbiq eləmək lazımdır. Tətbiq olunmadığı zaman o da unudulan bacarıqları siyasına daxildir. Çünki anadan gəlmə öyrənmə proqramımızla yanaşı yaddaş texnikaları təlimi yüklənmir. Biz bunu sonradan qazanırıq və sonradan qazandığımız kimi ikinci dillər qrupuna aid olur. Yəni təkrarlanmadığı zaman, uzun bir müddət istifadə olunmadığı zaman şuur altına inir. Amma daha sonra bərpa oluna bilər. Əslində asandır yəni.
Bəli, biz neurolingvistik proqramlamada NLP-də belə bir dərs var, öyrənmə dərsidir. Hansı ki, ilk mərhələ qeyri-müəyyən bilgisizlikdir. Heç nədən insan məlumatı yoxdur. İkinci mərhələ gedir müəyyən, demək, qeyri-müəyyən bilgisizlik, müəyyən bilgisizlik. Hansı ki, insan ümumiyyətlə hardasa nəyəsə mündərcatını bilir, haqqında məlumatı var. Sonra gəlir müəyyən bilgi. İnsan tam öyrənir, hazırdır, tam belə beyin qəbul edib. Bundan sonra 4-cü etap gəlir, ən maraqlı qeyri-müəyyən bilgi. Hansı ki, bu artıq avtomatlaşmış şəkildə baş verir. İnsan özü də bilmədən bunu tətbiq eləyir. Maraqlısı bundadır ki, insan əgər bu, siz dediyiniz kimi məşqlər etməzsə, öyrəndiyiniz üzərində bir müddətdən sonra müəyyən bilgi düşür qeyri-müəyyən bilgiyə, oradan da düşür qeyri-müəyyən bilgisizliyə və itir gedir. Və çox qəribədir insan beyni. Bilirsiniz nəyə bənzətmək olar? Bir kitabxana düşünün. O kitabxanaya məlumatlar gün ərzində yüklənir də, yəni kitablar gəlir. Əgər biz onu kitabxananın qayda-qanununa uyğun sistemli şəkildə yerləşdirsək, istədiyimiz kitabı oradan əldə edə bilərik. Əgər qeyri-müəyyən şəkildə necə gəldi, yaddaşımıza atsaq, yəni kitabxanaya ya kitabları düşsək, o zaman istədiyimiz kitabı oradan geri çağıra bilmirik. Deməli, düzənli bir sistem lazımdır burada. Maraqlıdır. Baxın, bir də mənim üçün maraqlı gələn bir istəncədir. Bu yaddaş prosesi insan bilirik ki, yaşlaşdıqca onun yaddaşı getdikcə zəifləyir. Yəni normalda 50 yaşı, 60 yaş, 70 yaşında adamla 15 yaşında bir yeniyetmənin yaddaşını eyni tuta bilmirik. Bu proses nə ilə bağlıdır? Niyə belə baş verir? Belə deyək, insan beyni də, bədəni də, yəni yaş getdikcə müəyyən köhnəlmə prosesinə doğru artıq hormonal tarazlığın, hormonal düzənin bir nəticəsi olaraq müəyyən bir dövrə girir. Düzdür, burada müəyyən geriləmələr ola bilər yaddaşda, amma lazımi məşqləri vaxtında yerinə yetirdiyimiz zaman biz önləm almış oluruq. Yəni qoruyucu həkimlik deyək buna. Yəni yaş tutaq ki 40-dır. 40 yaşa gələndə düzgün tapşırıqlar, düzgün məşqlər, düzgün qidalanma, düzgün həyat tərzi ilə yaşlaşdıqca yaddaş zəifliyini aradan qaldıra bilərik. Amma zərərli vərdişlərə sahib isə, düzgün həyat tərzi və düzgün qidalanmaya sahib deyilsə, bu zaman bu qaçınılmaz olur. Yəni hətta hüceyrənin ölümü deyilən, yəni Alzheimer xəstəliyinə qədər gətirib çıxarda bilər. Maraqlısı bilirsiniz nədir? Keçən dəfə bizdə qonağımız Aydan Cabbarova idi, bizim dəyərli psixiatrımız. O bildirdi ki, insan hansısa bir spirtli içki və yaxud da qadağan olunmuş bir preparat qəbul edərsə, demək, onun beynində həmən o beynin ümumiyyətlə funksiyası pozulur, fərqli işləməyə başlayır. Və bir müddətdən sonra onu da geri qaytarmaq çox çətinləşir. Eyni bir insana çevirmək, belə götürsək. Çünki bu yaddaşla da bağlıdır, bildiyim qədər. Bəli, yaddaş çünki hüceyrələrin fəaliyyəti nəticəsində korteksdə müəyyən hüceyrələr qrupu var. Həmin hüceyrələrin fəaliyyəti pozulduğu zaman yaddaşda artıq pozulmağa başlayır. Deyək ki, hippokamp var, öyrənmənin mərkəzidir. Eyni zamanda duyğuların mərkəzi. Yaddaş mərkəzi. Öyrənmənin mərkəzi, həm də yaddaşın mərkəzi əslində korteksli kitabxana. Öyrənməyə kömək edir, hippokamp atır ora. Yəni beynin bir printeri var. Yaşanılan hadisələri sevilir beynin kitabxanasında bu formada deyək. Hippokamp öyrənmədən məsuliyyət daşıyır. Bəzən orada məlumatlar saniyəli yadda tutulur. Hətta saniyənin fraksiyaları qədər çox kiçik bir miqdarda yadda tutulur. Bəzən 1 dəqiqəyə qədər çatır. Bəzən uzun müddətli yaddaşa keçirilir. Yəni hippokamp qərar verir. Spirtli içkilər və digər zərərli vərdişlər əslində hippokampı zədələyir, amigdalanı zədələyir və beyin hüceyrələrinə əslində beynin bariyeri var. Bədənə daxil olan hər bir maddə beynin bariyerlərini aşıb keçə bilmir. Amma saydığımız zərərli vərdişlərin tərkibindəki maddələr, onlar rahatlıqla beynin bariyerlərini aşır və müqaviməti qırırlar. Hüceyrələr arasındakı sinaps boşluqlarını zədələyirlər və əslində yaddaş nədir? Öyrəndiyimizi geri çağıra bilmə prosesidir. Əslində öyrənmə ilə yaddaş bir prosesin nəticəsində olur. Biz öyrənirik, amma yadda saxlama var. Misal üçün Azərbaycanın paytaxtı Bakıdır. Bu bir bilgidir. Xaricdə olan hər hansı bir fransız vətəndaşına öyrədirik. O onu məlumat kimi yadda saxlamağa çalışır, düzdür? Haqqında ətraflı məlumatları yoxdur. Sadəcə bir bilgi verilir. Bu bilgi hippokampa daxil olur və orada əlaqələr qurulmadığına görə qısa bir müddətdə yadda qalır və unudulur, gedir. Əgər zərərli vərdişlərin nəticəsində beynin biokimyəvi strukturu pozulubsa, bu uzun müddətli yaddaşın da pozulmağına gətirib çıxardır əslində.
Əla. Mənim üçün maraqlı gələn bir siz nədir? Adətən Avropada belə götürsə, inkişaf etmiş ölkələrdə bir insanlar misal üçün idmanla yaşdaşmamaq üçün daha çox fiziki işə yönəlirlər və idmanla məşğul olurlar, hansı ki bu atletik qalsınlar ki, gənc qalsınlar. Bəs həmin bu beyni nə vaxtdan başlamaq lazımdır ki, o yaddaşında ki, insan artıq yaşlaşmadığını hiss eləsin ki, yox, mənim beynim hələ sağlamdır. Hansı yaşdan daha çox lazımdır? İndi gəlin bu suala iki tərəfli cavab verək. Bir idman mövzusuna dəydik, çox gözəl mövzudur. Gündəlik araşdırmanın nəticəsində görürük ki, gündəlik edilən yarım saatlıq və yaxud da 45 dəqiqəlik bir fiziki aktivlik beyində BDNF adlı zülallı hərəkətə gətirir. Bu da bizim beynimizin fəaliyyətini və yaddaşımızın fəaliyyətini artırır. Müsbət təsirli, bu bir. Beyin sağlamlığını qoruyur fiziki tərəfdən. İkinci tərəfdən biz nə zaman yaddaşımızı aktiv tutmağa başlamalıyıq? Əslində bu anadan olduğumuzdan etibarən ölənə doğru çəkən bir prosesdir. Yəni ki, biz hər zaman çalışmalıyıq ki, beynimizi aktiv tutaq. Çünki bizim beynimiz o qədər böyük bir həcmə malikdir ki, 100 il yaşasaq, hər saniyə yatmasaq, yeməsək, içməsək, heç bir fəaliyyətlə məşğul olmasaq, hər saniyə 10 dənə yeni bir məlumat öyrənsək, bizim beynimizin, yaddaşımızın, yəni heç yarısı da olmaz da, yəni bu qədər böyük bir tutuma malikdir. Çünki petabaytla ölçülür də. Yəni hətta bəzi araşdırmalara görə 300 illik məlumatı, görüntü, səs, hissiyat depolaya biləcək bir gücə sahibdir. Biz doğulduğumuz andan etibarən düzgün öyrənmə fəaliyyəti ilə bunu bərpa eləyə bilərik. Amma gecikmək, yəni insanı ruh düşkünlüyünə saldığına görə hər yaşda başlamaq olar. Yəni düşünürsüz ki, yəni 12 yaşında uşağa da yeniyetmək də bu lazımdır. Bəli, hətta ondan daha əvvəl. 80 yaşında insana da. Bəli, hər kəsə lazımdır. Maraqlıdır. Həyatı yaddaşsız təsəvvürləmək mümkün deyil. Bəli. Yaddaş ümumiyyətlə bir nömrədir də. Yəni insanın demək olar ki, ayaqda saxlayan onun yaddaşıdır. Doğru. Hər nöqtədə lazım olur da belə götürsə. İnsanlar adətən indi Allah uzaq eləsin, bu ağır xəstəliklər vardı, bayaq dediyiniz Alzheimer xəstəlikləri var ki, orada yəni yaddaşını itirəndən sonra bir müddət həyatın mənası da olmur artıq. Yəni həyatdan köçmə ehtimalı daha tez, sanki tezləşir. Ki insan dərk eləmir də baş verənləri və yaxud da ki bu dəqiqə baş verənləri anlayır. Bir müddət bundan qabaq nə baş vermişdi, yadına sala bilmir. Çox da. Ümumiyyətlə elə insanlarla qarşılaşmısınız? Elə insanlarla real həyatda qarşılaşmamışam. Amma yəni oxumuşam, haqqında məlumatlarımız var. Beyin hüceyrəsinin mərkəzində, hüceyrə mərkəzinin ölməyi deməkdir. Bu hüceyrə mərkəzi öldü, bilgi yoxa çıxır. Yəni bilgi o anda məhv oldu deməkdir. Alzheimer xəstəliyidir. Əslində gündəlik biz həmin o xəstəliyin similyar variantını yaşayırıq. Misal üçün dururuq bir məqsəd dalıcan digər otağa keçirik. Otağa çatanda mən nə üçün bura gəlmişdim? Bu da Alzheimer xəstəliyinin çox kiçik bir bənzəridir, yəni. Gün ərzində dəfələrlə. Amma əsas fərq nədir? Biz geri qayıtdığımız zaman onu xatırlaya bilirik. Bir müddətdən sonra xatırlaya bilirik. Amma bu da nəyi bildirir? Artıq nə üçün çıxmışdıq otaqdan? Unutmağımız belə bir siqnaldır ki, o xəstəliyə doğru getmə şansımız var. Yəni o baş verməsin deyə bəli müəyyən vaxtında önlənmə. Yəni düşünürsünüz ki, ondan Alzheimer olma ehtimalı daha çoxdur elə olan insanlarda. Bəli, daha çoxdur. Yəni ehtimallar bunu göstərir. Niyə elə? Hansı araşdırmalardır? Çünki beyin üzərində aparılan araşdırmalar var. Məsəl üçün uzun müddətli stresslər var. Uzun müddətli xroniki stres. Bu üzrsən keçici bir şeydir. Ola bilər ki, insan çox yüklüdür. Yəni indi bizi dinləyən insanlar arasında o qədər fikirli adamlar var ki, bu yüklüdür, fikirlidir. Yəni qapını 10 dəfə açıb bağlaya bilər və yaxud da telefonu axtara bilər. O artıq bir siqnaldır. Yəni 100% demək olmaz ki, bu Alzheimerə gətirib çıxaracaq. Sadəcə bir siqnaldır ki, yüklənmə nədən olur bilirsinizmi ümumiyyətlə? Niyə insan yüklənib o şeylərdə diqqət dağınıqlığı baş verir? Çünki bizim fərz edin 200 il bundan əvvəlki bir insan gün ərzində məruz qaldığı bilgi bombardımanı ilə faktiki günümüzdə məruz qaldığımız məlumat bombardımanı arasında minlərlə dəfə fərq var. Hal-hazırda durduğumuz zaman bir bildirim gəlir, telefona giririk, bir xəbər portalına daxil oluruq, yüzlərlə iş var. Ətrafımızda gördüyümüz hər şey, yəni 200 il bundan əvvəl yox idi. Bütün bunların hamısı, yəni əvvəlki insanların beyin sağlamlığı ilə bizimki də fərqlidir. O qədər çox bilgi bombardımanına məruz qalırıq ki,
İstər-istəməz yaddaşımızın da fokuslana bildiyi dar bir axı şey var orada. Deyək ki, 1 saniyədə 10 məlumata fokuslana bilirik. Misal üçün 7 artıq üstəgəl yəni müəyyən 2-dir də belə gedir. Müəyyən yəni saylar dəyişir insandan insana doğru. 11-ci artıq misal üçün dedim. 11-ci artıq gəldiyi zaman məlumat əvvəlki bir fokusumuzun kənarında qalır. O artıq unudulmuş olur. Gündə misal üçün TikTok açırıq, scroll eləyirik. Birinci videoya baxırıq, müəyyən qədər zövqümüzə oxşuyur, yadımızda qalır. İkinci, üçüncü, dördüncüyə baxanda artıq bir yaddan çıxır. Bu artıq yaddaşın səthliyinə gətirib çıxardır. Beynin analiz qabiliyyətini itirir. Yəni bir növ vərdiş eləyir ki, artıq bu formada, yəni həyatımız bu formadadır. Beyin ona vərdiş eləyir. O zaman nə baş verir? Biz əlimizə aldığımız kitaba da düzgün fokuslana bilmirik. Artıq beyin vərdiş elədiyinə görə, səthi yanaşdığına görə də analiz qabiliyyətindən də itirir. O zaman düzgün proqramlarla bərpa eləməyə getmək lazımdır. Yəni ki, vəziyyəti tərsinə çevirmək olur, düzgün proqram tətbiq etmək lazımdır. Bəli, həqiqətən də beyindən düzgün istifadə etmək lazımdır və o zaman insan həqiqətən də həyatını düzgün şəkildə yaşaya bilir. Və mən istərdim bir balaca texnikalara keçək. Ümumiyyətlə beyin necə çalışır? Sağ və solun beyin yarımkürə proses necə gedir? Aralarında informasiya mübadiləsi hansı şəkildə gedir və bir də siz bu texnikaları hansı şəkildə həyata keçirirsiniz ki, insanlar bunu az da olsa öyrənə bilsinlər. İndi zamanımız az, əslində bu bir 16 saatlıq təlimdə bildiyim qədər. Uzun müddətli bəli təlimdir. Beynin sağ və sol yarımkürələri hərəsinin öz müxtəlif fəaliyyət sahələri var. Biraz yığcam şəkildə desək, sol beyin addım-addım hərəkət eləyirsə də, yəni sağ beyin bütün şəkildə hərəkət eləyir. Sol beyin yazıya, danışığın mərkəzidirsə, misal üçün, sağ beyin eyni zamanda şəkillərin mərkəzidir. Bir şəkillərlə düşünən beyin sağ beyindir. Ümumiyyətlə, bütün yaddaş texnikalarının əsasında, yəni yaddaşın əsası şəkildir. Yəni, biz bir məlumatı kodlaşdırdığımız zaman, öyrəndiyimiz zaman onu şəkillərə çevirməliyik. Çünki hər şeyin dili var. Bizim danışıq dilimiz fərqlidir. Yaddaşın danışıq dili şəkildir. Bu bir mənalıdır. Maraqlıdır. Misal üçün deyirəm İtaliyanın xəritəsi. Hər kəs İtaliyan xəritəsini necə yadında saxlayıb? Çəkməyə bənzədərək, qadın çəkməsinə bənzədərək. Yəni qadın çəkməsi beynimizdə var olan başqa bir şəkildir. İtaliyan xəritəsi gözümüzün qarşısında duran başqa bir şəkildir. Biz iki şəkil arasında, məlumat arasında bağlantı yaradırıqsa, yəni əlaqə qururuqsa, öyrənmə o zaman gerçəkləşir. Azərbaycan bayrağı qartala bənzəyir. Bəli, Azərbaycanın xəritəsi də qartala bənzəyir. Yaddaş bunun harasındadır öyrənmənin. Baxın, öyrənmə məlumatı dərk etmə, diqqət tələb edir, fokus tələb edir, əlaqələri tələb edir. Əlaqələri öyrəndikdən sonra o əlaqələri yadda saxlamaq üçün artıq bizdən yaddaş tələb olunur. Yəni məntiqi mənanı başa düşmək tələb olunur öyrənmə ərəfəsində. Sonra və o aradakı əlaqələri yadda saxlamaq tələb olunur. Əgər yaddaş qabiliyyətimiz zəifdirsə bizim, deyək ki, bir valideyn öz övladını ingilis dili kursuna qoyubdur. İngilis dilini uşaq öyrənir, gedir, çalışır, amma yaddaş qabiliyyəti zəifdir. Yaddaş zəifdirsə, yadda saxlaya bilmirsə, öyrənmə effektiv alınmayacaq. Yəni lazımdır ki, öyrənmə ərəfəsində yaddaşdan da istifadə olunsun. Yaddaşın da öz mexanizmləri var. Şəkillərlə düşünmə əslində budur. Bütün yaddaş texnikaları əsasında şəkil dayanır. Yəni assosiativ olur da, bildiyim qədər. Nəyəsə assosiasiya olmalıdır. Xatırlatmalıdır da nəyisə ki, yaxşı yadda qalsın. Düz başa düşdük? Misal üçün, biz imtahana hazırlaşırıq, evdə tələb dərsimizi oxuyuruq, amma imtahan zamanı yadımızdan çıxır. Əslində nə baş verir? Yaddan çıxma. Yəni deyirik ki, evdə hər şey yadımdaydı, müəllimin yanında bülbül kimi cəhcəh vur, amma imtahan zamanı yadımdan çıxdı. Əslində yaddaşın bir dənə də son mərhələsi var, geri çağırma. Yəni məlumat beyində var. Bəs biz onu necə geri çağırmalıyıq? Onun da yolları var. Yəni indi o yollarından bəhs eləmək istəyirəm qısaca. Misal üçün, üzrsən, mən bir dənə burada maraqlı bir aşiyə çıxım. Əslində biraz araşdırma aparmışıq biz bu yeniyetmələr üzərində. Ki mən biliyim var idi mənim, imtahan verdim universitetə və yaxud da 9-cu sinif imtahanı. Dərslər çox çətin idi və imtahan suallarım belə çox ağır gəldi mənə və s. Mən bilirdim, yaza bilmədim. Amma biraz dərindən araşdıranda həqiqətən də demək olar ki, bəlkə də 80-90% insanların biliyi
çatmadığına görə yaza bilmirlər. Amma bunu atırıq yaddaşın üstünə, atırıq ağır sualların və bəlkə doğrudan da suallar çətindir, yəni ola bilər. Hardasa demək bu məktəb illərində oxumadığı, demək orada düşmədiyi suallar ola bilər. Daha belə fərqli suallar ola bilər. Amma indi bunun bir 2, 3-ü, 4-ü, 5-i ola bilər də hardasa. Amma bütövlükdə mütləq şəkildə insan gərək demək biraz elə öz-özündən daha səmimi olanda onda daha düzgün qərar verir. Mən bu tərəfdən belə görmüşəm. Biraz araşdırın, yenilmələr görəcəksiniz. Baxın, bir suallar harda ortaya çıxır? Deyək ki, coğrafiyadır, tarixdir, ədəbiyyatdır, Azərbaycan dilidir. Bunlar yəni danışıqla olan fənlər, verbal fənlərdə belə deyək, artıq burada yaddan çıxa bilər, çünki bildiyi bir məlumatdır. Amma deyək ki, hesablama aparır, hesablama tərə bilir, məsələnin məntiqin çözmə, riyaziyyat filan, o zaman orada deyə bilməz ki, mən yadımda deyildi. Artıq orada bilgi ortaya girir. Bilirsə həll eləyəcək, bilmirsə eləyə bilməyəcək. Aydındır. Davam eləyək. Həmən bu yaddaşla bağlı. Demək, necə baş verir həmən bu proses? Deməli, öyrənmə necə baş verir? Biz bir məlumatla qarşılaşırıq. Deyək ki, mən 10 nəfərlə qarşılaşıram iclas zamanı, onların adını yadda saxlamalıyam. Mən bunların adını necə yadda saxlaya bilərəm? Adi bir sualdır. Sözlər insan yadında qalmır. Axı, yaddaşın dili şəkilidir demişdik. Biz o sözləri şəkillərə çevirməliyik. Aralarında əlaqə yaratmalıyıq. Beyin nəyə fokuslanır? Əlaqəyə. Yəni, məlumatın konkretliyindən daha çox qurulan əlaqəyə fikir verir. Və bir də şəkilə fikir verir. Yəni, biz gözümüzlə gördüyümüz şəkili, bir də beynimizlə də xəyallar qura bilirik axı. Öyrənmə ərəfəsində biz xəyallardan istifadə edirik. Beynin korteksi məlumatın gözdən yaxud xəyaldan gəldiyini başa düşmür. Deyək ki, mən 10 nəfərlə tanış olurum. Birinci adamın adı, misal üçün, Təbrizdir. Təbriz adını mən necə yadda saxlayacağam? Artıq ya əvvəl tanıdığım başqa bir dostum var isə onunla əlaqələndirəcəyəm. Burada əlaqə qurmaq mütləqdir. Çünki beyin əlaqə ilə öyrənir. Misal üçün, İtalyan xəritəsindən yadda saxlayaq. Nəyə bənzəyirdi? Kimə bənzəyirdi? Təbriz müəllim kimə bənzəyir? Adı hansı dostumun adı ilə əlaqəlidir? Yaxud yoxdursa elə bir tanışım, adın mənasını göz önündə canlandıracağam. Təbriz şəhəri filan. Artıq belə yadımda qalacaq. Və başqa orta saxlaması ən gözəl yolu Təbriz sözünün mənası Təbriz tavır və iz, Tanrının yeri kimi tərcümə olunur. Çox gözəl. Bu da əlaqə, bəli. Bunu belə yadda saxlayarsınız. Tavır və iz. Bəli. Bəs əla, birinci rəqəmləri misal üçün necə yadda saxlamaq olar? Beyin rəqəmləri də mücərrəd kimi qəbul edir. Çünki danışdığımız zaman bizim bir-birimizi düzgün başa düşməyimiz üçün tələb olunan əslində nədir? Mənim ağzımdan çıxıb səs formasında sizin qulağınıza daxil olar. Oradan beyinə gedən informasiyanın beyin sürətlə şəkillərə çevirir. Yəni biz görüntüləməyə çalışırıq. Adicə misal üçün evimizin yolun başa salmağa çalışırıq. Bizim beynimizdə görüntülər yaranmağa başlayacaq. Oradan get, sağa dön, sola dön. Beyin şəkillərlə danışır. Eyni zamanda şəkillərlə də düşünür. İzah elədiyimiz zaman da şəkillərlə düşünürük biz. Şəkillərlə izah edirik. Rəqəmləri necə saxlayacağıq? Rəqəmləri birinci kodlaşdırırıq hərflə. Misal üçün 0 rəqəmini S və Z hərfi ilə, 1 rəqəmini T və D hərfi ilə kodlaşdırdıq. 0-dan 9-a qədər bütün rəqəmləri kodlaşdırandan sonra deyək ki, 3 rəqəmli bir ədəd verilir bizə. 121. Deməli 121-də nədir? 1 nə idi? T idi, 2 N idi, 1 də T idi. Bir dənə söz düzəldək, TNT misal üçün. Bomba adı, TNT bomba. Artıq bomba bizdə nədir? Şəkilə çevrildi də, düzdür. 121 isə beynimizin dərinliyində itib batacaqdı, heç bir şəkilə çevirməsəydik. Və hətta saniyələr sonra unudulub gedəcəkdi. Əgər yüksək diqqətlə fokuslanmamışıqsa, unudulub gedəcəkdi. Yüksək diqqətlə fokuslanmadığımız zaman nə edirik? Artıq bu texnikalardan istifadə edirik. Sözlərə çeviririk, sözləri şəkillərə. Şəkil insanın yadında qalır. TNT bombası dediyimiz zaman bomba ilə əlaqəli beynimizin 121 yada düşür. Yəni 121-ə çevirə bilirik, kodlaşdırıb. Eyni zamanda da kodu çözəndə misal üçün TNT T1 idi, N2 T1 121. Bu formada da rəqəmləri yadda saxlaya bilərik. Tarixdə misal üçün tarix öyrənən tələbələr illəri belə yadda saxlamağın yolunu öyrənə bilərlər. Əla, gözəl. Yəni istənilən insan, yəni bu yaddaş texnikalarını, yəni bütün rəqəmlərə çevirərək də təxminən sizin beyninizdə neçə dənə hərf var?
Onu hesablamamışam. Maraqlıdır. Yəni onu necə yadda saxlamaq olar? Mən o maraqlıdır. Ki beynimizdə nə qədər bilgi var. Yox, onu demirəm. Misal üçün də dediniz 1 T-dir, 2 N-dir, 3-cü T-dir, TNT. Yadda saxladım da mən 121-i. Bəs o biri T kimi necə yadda saxlamalı olacaq yaddan çıxmasın? Orada artıq texnikalar işə girir yenə də. Misal üçün bir niyə T-dir? T hərfinin, böyük T hərfinin bir dənə düz xətti var. Əlaqə yaradırıq artıq. Birinci mərhələdə əlaqə yaradırıq. Uşaq kimi elə bil öyrənirik. Bir niyə T-dir? T hərfinin bir dənə düz xətti var. Və yaxud da Rum rəqəmi 1 yazılıbsa, altındakı xətti götürsə nəyə bənzəyir? Rum rəqəmi 1-in böyük T hərfinə bənzəyəcək. Deməli 1 T hərfidir. 2, 3, 4 eyni zamanda da məsələn 2 N hərfinə bənzəyir, 3 M hərfinə bənzəyir. Bu formada hər bir rəqəmin bir bənzər hərfi var. Kodlaşdırma. Neçə rəqəmə qədərdir? 0-dan 9-a kimi. 9 nə rəqəmdir? Bunu öyrəndik, artıq ondan sonra ədədlər gəlir. Birləşmələr, sözlər, ifadələr, cümlələr. Maraqlıdır. Bəs ingilis dilində necə? İngilis dilində də bütün ingilis dili çox belə yaralı yerdə. Mən sizə deyim, ingilis dilinin Azərbaycanda kurslara gedən, mənim də bir çox demək bu kurs sahibləri, dostlarım var, dil mərkəzləri. Deyirlər ki, əvvəllər insanlar bir levela qədər gəlirdilər. Tutalım ki, elementary və ya ki, başlanğıc levela qədər. İndi artıq insanlar bir levelda artırıblar, 3-cü levela qədər gələ bilirlər. Amma o da o tərəfə keçmirlər. Maraqlıdır. Mən araşdırmaya görə demək soruşuram ki, biz niyə belə baş verir? İnsanlar öyrənməkdə əziyyət çəkirlər. Yəni əzbərləməkdə və yaxud da dərk eləməkdə. Bunu hansı prosesdən nə təklif eləyərdiniz? Belə bir reseptimiz varmı ki, insan ingilis dilini öyrənə bilsin? Bəli, hər bir şeyin başında, yəni əsasında birinci məqsəd gəlir. Yəni hər şey məqsəd yönlü olmalıdır. Adi haşiyə çıxın bir misal verim. Biz idmanı əgər arıqlamaq üçün ediriksə, arıqladığımız zaman idmanı buraxacaq. Və yaxud da arıqlaya bilmirik, idman eləyirik, görürük ki, arıqlaya bilmirik, məqsədə çata bilmədiyimizi görüb yarı yolda yenə buraxırıq. Hər iki halda idmanı buraxırıq. Amma biz idmanı sağlamlıq naminə eləsək, biz ömür boyunca bu idmanı davam elətdirəcəyik. İngilis dilinə də bənzər nöqteyə nəzərdən yanaşmaq olar. Əgər bizim yetərincə güclü məqsədimiz yoxdursa, çatacağımız yerdə, misal üçün ingilis dilini öyrənməyə başlayırıq, fəaliyyətlər 1 gün, 5 gün, 1 ay, bir həvəsin də bir yerə qədər gücü çatır da, maraqda, motivasiya. Motivasiyanın bir yerə qədər gücü çatır. Əgər bizdə o indi hər yerdə bu videolar zəngində, istəmirəm ora girim. Yəni disiplin yoxdursa, davamlı çalışma, düzənli çalışmamız yoxdursa, motivasiyanın yanacağı bir yerdə bitir. Bizim artıq yanacağımız məqsədimiz olur. Məqsədlər bu birinci. Bu sizin daha çox sahənizdəsində. Yəni vərdişə qədər də, yəni gərək vərdişə çevrilənə qədər 21 gün var, 42 gün var, 60 neçə gün var. Bir də indi bunlar hamısı şərtidir. Bir də sizin ən son 80 neçə 84-85 günə qədər insan dözürsə bir şeyi, o sonradan vərdişə çevrilir və daha rahat şəkildə onu artıq insan avtopilotda yəni onun qərarlarını verir, davam eləyir. İndi yaddaş məsələsində ingilis dilinə harda kömək eləyə bilərik biz? Bütün baxın, nə qədər yaddaş texnikaları var. Hərə bir ad qoyur yaddaş texnikasına, yəni texnikanı izah eləyir. Amma məntiqi başa düşmədiyimiz zaman o yaddaş texnikası da effektiv alınmır. Niyə? Hər bir yaddaş texnikasının əsasında nə dayanır? Bayaq dediyimiz kimi, şəkilə çevirmək. Burada da bunu tətbiq eləyəcək. Yəni şəkilə çevirmək yoxdursa bir yaddaş texnikasında onu öyrənməyin. Şəkilə çevirəcək. İngilis dilini bəs necə şəkilə çevirəcək? Eyni rəqəmlərdə olduğu kimi. Misal üçün həmişə verdiyim məşhur bir misal var. Mingle sözü ingiliscə nə deməkdir? Qarışmaq, qarışdırmaq deməkdir. Mingle. Sözün özü bizə yad gəlir, düzdür? Çünki ingilis dili və ya da xarici dildə öyrəndiyimiz zaman, danışdığımız zaman beyin 3 dənə fərqli funksiyanı eyni anda icra edir. Birinci xarici sözün özünün tanınması. Yəni biz tanımalıyıq ki, bu söz eşidilmişik və ya da yox. Beyin onu xatırlamağa çalışır. İkincisi, həmin o xarici sözün mənasının bilinməsi. Bu zamanda, yəni beyin ikinci funksiyanı icra edir, mənasını. Üçüncü funksiya nədir? Mənasını bildiyimiz öz dilimizdə anlayışın xarici dildəki qarşılığı. Yəni mingle. Mingle mənası qarışmaq, qarışdırmaq deməkdir. Qarışmağın da mənası mingle deməkdir. Bunu necə yadda saxlayacaq? Yenə assosiasiya ilə, şəkilləri çevirməklə. Beyin şəkilə çevirmədiyi məlumatı unudur. Mingle sözünü bənzədərik, assosiasiya yaradarıq bizim öz dilimizdə var olan sözlərdən biri ilə. Məsələn, mangal. Mangal mingle oxşuyur da, düzdür? Mangalda közlər var. Deyək ki, bir piknikə getmisiniz. Vizuallaşdıraq da hadisəni, şəkillərə çevirək.
Getdik piknikə. Piknikdə misal üçün Təbriz mənim uzaqdan deyir. Nur müəllim, bu manqaldakı közləri qarışdır, manqal sönməsin. Manqaldakı közləri qarışdır. Manqal sözü bizə nəyi xatırladır? Mingle xatırladacaq. Qarışdır nəyi xatırladacaq? Onun mənasını bir ikonik, yəni görürsüz, bir bu epizoddur. Epizodik yaddaşdır əslində. Epizodik yaddaş bir neçə məlumatın bir anda tutulduğu bir beyin xəritəsi kimi düşünə bilərik. Başlanğıcı var, kulminasiya nöqtəsi var və sonu var. Bura biz zənginləşdirə bilərik bura. Deməli, İngilis dilində də öyrənəcəyimiz sözləri yaddaş texnikaları ilə bənzətmə metodundan istifadə edərək assosiasiya yaradırıq, şəkilə çeviririk, ondan sonra mənasını yadda saxlayırıq. Çox asan. Gündə bu minvalla misal üçün sırf məqsədi İngilis dili öyrənmək olan bir tələbə, yəni başqa işi gücü yoxdur deyək, gündə 100 dənə sözü bu metodla yadda saxlaya bilər. Əgər yox, başqa işləri də varsa, minimal olaraq gündə 20 dənə sözü yadda saxlamaq mümkündür, yəni bu metodla. Yəni gündə 100 sözü yadda saxlayır və bu da bir aya 3000 söz eləyir. 3000 sözdə artıq kifayət qədər danışmaq üçün kömək eləyir. Əla, təşəkkür. Maraqlı texnika idi. Necə yaddaşımızı artıra bilərik və son nöqtəmiz ingilis dili ilə bağlı oldu. İngilis dilində necə siz demək sözləri yadda saxlaya bilərsiniz, necə öz ingilis dili səviyyənizi yüksəyə qaldıra bilərsiniz. Yəni siz özünüz ingilis dilində neçə söz bilirsiniz? Oturub saymamışam əslində. Amma təxmini 2-3 min civarında. Test, yəqin ki, imtahan test eləyirsiniz də ingilis dillə bağlı. Yəni, eləmişsin deyə kimi daha çox. Məktəb illərində çox eləmişəm, universitet illərində çox eləmişəm. Amma sonra ingilis dili bilirsiniz, lazım olduqca, istifadə olunduqca, yəni sonradan öyrəndiyimiz dildir. Baxın, burada yaxşı bir nöqtəyə toxundunuz. Bizim bir ana dilimiz var, bu bizim doğma dilimizdir. Sırf 1, 2, 3 yaş aralığı ki var, şu aktiv şuurun çox da yəni aktiv olmadığı, yəni şuurun çox da aktiv olmadığı bir zaman. Bu zaman ana dilimiz bizim beynimizə sanki kodlanır. Anamız, atamız və ətrafımızda olan baş verən insanlar tərəfindən, danışılanlar tərəfindən. Amma bu dili öyrəndikdən sonra, öyrəndiyimiz, tutaq ki 12 yaşdan sonra öyrəndiyimiz yeni dil artıq bizim ikinci dilimiz olur. Burada biz onu nə qədər gün ərzində aktiv təkrar edirik, nə qədər effektiv istifadə edirik. Burada təkcə bilmək də bəs eləmir. Həmin öyrəndiyimiz dilin sahib olduğu quruluşuna uyğun olaraq düşüncəmizi də şəkilləndirməliyik. O dildə düşünməyi öyrənmək lazımdır. Bəli. Ümumiyyətlə ingilis dilini öyrənməyin ən vacib, ümumiyyətlə ki ingilis dili. Bütövlükdə hansı dili öyrənmək istəyirsə, birinci mədəniyyətini öyrənmək lazımdır. Ki siz onun düşünə biləsiniz, əzbərləməyəsiniz. Çünki bir şey əzbərlədikdə hər şey yaddan çıxır. Məsələn ki, mən Avropa ölkələrinə gedirəm, bəzi seminarlarım olur orada. Məsələn, Almaniyada bir neçə sözlər var ki, mən artıq onu əzbər bilirəm. Ki, özümü təqdim eləməyi, təşəkkür eləməyi, salamlaşmağı, sağollaşmağı. Yəni, bunlar hər biri artıq mən onların mədəniyyətini bilirəm deyə gözümün qabağında canlandırıb o şəkildə sözü çıxardaram ortaya. Sözü assosiasiya eləməmişəm. Sadəcə onların mədəniyyətdə uyğun davranmağa üstünlük verirəm və onun üzərindən daha yaxşı münasibət qururam. Bu baxımdan da birinci növbədə o dediyimiz kimi hansı dili öyrənmək istəyirsinizsə, onun kimi düşünmək istəyirsə, birinci mədəniyyəti öyrənmək lazımdır. Onların mətbəxini öyrənmək lazımdır. Ümumiyyətlə onlara yaxın olmaq lazımdır ki, siz doğrudan da dili artıq özünləşdirə biləsiniz. Bir müddətdən sonra yaddan çıxmasına. Yəni bu sözü əzbərləmək dil öyrənmək demək deyil. Sadəcə o sizin çoxlu söz bilməyinizdən xəbər verəcək. Lakin daha səlis danışmaq istəyirsinizsə, mütləq bunlara diqqət yetirməlisiniz. Əla, biz bir metoddan danışdıq. İndi istəyirəm ki, keçək növbəti bir metoda. Dinləyicilərimiz üçün maraqlı olar. Həmçində YouTube-dan bizi izləyən tamaşaçılar da öyrənəcəklər həmən deyəcəyiniz texnikaları. Saray metodu texnikası var. Yəni assosiasiya texnikaları. Bu necə bir texnikadır? Bundan biraz zəhmət olsa danışaq. Bu texnikanın çox müxtəlif adları var. Saray texnikası deyənlər var, loji texnikası deyənlər var. Şair Simonidesin vaxtı ikən Yunanistanda yaratdığı texnikadır deyənlər var. Leonardo da Vinci'nin istifadə etdiyi texnika deyənlər var. Çox müxtəlif adları var. Bəs əsası nədir bunun? Əsası odur. Beyin bir məlumatı öyrənir. Beyni belə təsəvvür eləyək. Bir divar kimi, ağ bir divar kimi təsəvvür eləyin. Divara şəkili vurmaq lazımdırsa, o divarda nə lazımdır birinci? Şəkili tuta biləcək bir mismarın olması, düzdürmü? Şəkili tuta biləcək bir asılqan olmalıdır. Bizim bu saray metodu da əslində bizə asılqanları nizamlamağa kömək eləyir.
Misal üçün biz gün ərzində 20 dənə yeni söz öyrənirik ingiliscə, düzdür? Bəs bunları effektiv olaraq sıra ilə necə yadda saxlayacağıq? Burada bizim köməyimizə gəlir bu saray texnikası dediyimiz texnika. Bunu ən qısa variantda, ən öz variantımızda, doğma variantımızda ev metodu, room metodu ilə eyniləşdirə bilərik. Misal üçün bir evin içində olan əşyalarla başlaya bilərik. Hər öz evindən başlamalıdır. Hər öz evindən başlamalıdır. Belə. Çünki öz evimiz özümüzə doğmadır axı. Şəkilləri də əzbər bilirik axı. Qapı rəngi nə rəngdir, divarın rəngi nə rəngdir, soyuducu necədir, masa necədir. Misal üçün 20 dənə əşya müəyyən eləyək özümüzə. Birinci evin giriş qapısından başlayaraq, sonra koridorda olan başqa bir əşyanı seçərək və daha sonra otaqlara aid olan, otaqların içində olan, mətbəxdə olan, sanitar qovşaqda olan bütün əşyalardan 20 dənə tərtib eləyək. Artıra da bilərik. Bunun indi başqa variantlarını da təklif edəcəm. Artıra bilərsiniz. 20 dənə əşyanı müəyyənlədik, amma onun sırasını əzbər bilmərik də. Birinci qapıdır, qapıdan sonra koridorda gələn budur. Yeni öyrəndiyimiz məlumatı ingiliscə, məsələn, mingle sözünü qapı ilə əlaqələndiririk. Daha sonra öyrəndiyimiz yeni ingiliscə sözü koridordakı ikinci əşya ilə əlaqələndiririk. Belə 20 dənə sözü əlaqələndirib sıra ilə gün ərzində kağıza baxmadan təkrarlamaq imkanımız olur. Effektivliyi var. Bəli, yəni misal üçün qapını o mingle sözü ilə necə birləşdirmək lazım? Manqalla qapını assosiativ şəkildə yaratmaq. Beyin bilirsiz nəyi xoşlayır? Yəni qapını sökürsən, yerində bir dənə manqal qoyursan, qapı olur manqala, belə bir şey. Onu demək istəyirəm. Beyin qeyri-adiliyi sevir. Çünki aktiv şuuraltı hərəkət əslində bizim düşündüyümüz kimi məntiqi hərəkətlərin nəticəsi deyil. Orada qeyri-məntiqi, yəni gülməli, qarışıq, əlaqəsiz, məntiqsiz o qədər şəkillər, hərəkətlər cərəyan eləyir ki, məsəl üçün yuxuları buna misal vermək olar. Qarışıq yuxular görürük. Hamısı nəyin nəticəsindədir? REM-də olan, beynimizdə olan o məlumat yükü saniyələr ərzində beyndən sürətlə keçir. Beyin özünə aid olanları tutur, aid olmayanları kənara qoyur. Yəni ki, bizim beynimizdə şəkillər qeyri-adi formada əslində düzülüb. Biz onu sistemləşdiririk. Aktiv şuurumuz çox az bir hissəsini təşkil edir bizim aktiv fəaliyyətimizin. Bizim fəaliyyətimizin əksər hissəsi, əsas hissəsi şuur altımızda baş verən, daxilimizdə baş verənlərdir. Məsələn, mən özümü bu gün indi hal-hazırda düzgün apara bilirəmsə, şuurumla şuur altımı doğru şəkildə idarə edə bilməmin nəticəsindədir. Əgər idarə edə bilmirəmsə, bir dəqiqə nə olacaq? Mən canlı yayına çıxmışam, deyək ki, mənim yerimdə başqa birisidir və yaxud da hər kim. Mən canlı yayına çıxmışam, birdən dilim çaşar, birdən elə suallar verərlər. Artıq şuur altında bunlar cərəyan eləyir. Axı bu düşünür də, bəli, bu proqramlar cərəyan eləyir. O bizi narahat eləyir. Narahat nəyə keçir? Həyəcana, qorxuya. O da öz yerində stresə verir. Yerinə stres də özü ilə yanaşı 2 dənə ayrı sistemi idarə eləyir. Kortizolla adrenalini aktivləşdirir. Kortizolla adrenalin nə demək? Təhlükə var deməkdir bu. Bu amigdala xoda düşür. Yəni amigdala xoda düşür. Aləm qarışır bir-birinə. Şuurumuzla kapitan, şuurumuz kapitandır. Bütün gəmini görünməyən hər bir şey altı ilə, üstü ilə düzgün idarə edə bilməyimizə bağlıdır. Manqalla qapıya gələk. Qeyri-adi bir şey. Düşünə bilərik. Az öncə sizin verdiyiniz də yaxşı bir misal idi. Qapını qırıb manqalda yandırdığımızı düşünə bilərik. Və yaxud da qapını çox da negativ eləməyək. Təcəm pozitiv bir şeyləri evi yandırıb eləməyək. Ya valla manqalla qapını bir pozitivliyik. Beyni proqramı. Orada misal üçün mən nə edərdim? Qapı çürüyüb, köynəlib, qapını çıxardıram, aparıram manqal ustasına ki, bir dənə bundan bir dənə qəşəng manqal düzəlt və elə bir şəkildə və o qapının üstündə nömrəm var. O nömrəni də çıxardan vuram manqalın üstünə. Hər kəsin beyni unikaldır. Sizə görə bəli bu metod düzgündür, bəli tətbiq edə bilərsiniz. Hər kəs öz beyninə uyğun yolu tapır zaten. Biz orada ümumi yəni konkret vermirik ki, sən bunu belə düşünməlisən, belə eləməlisən, belə deməlisən. Bu cür bizim bir forumumuz var idi. Orada bir yaddaşla məşğul olan bir bəy var idi. O da belə maraqlı insandı. Uşaqlar forumu idi. Uşaqlar elə sözlər dedilər ki, o qarışdırdı aləm bir-birinə. Çox çətin belə üçünü, dördünü qarışdırdı. Hazırıq? Bəli. Okey, mənə zəhmət olmasa deyin. Sayın. Demək, sayın bir-bir. Tamam. 1 yaş, 2 aktivlik, 3 istifadə, 4 böyük, 5 start, yəni başla, 6 hansı, 7 fikir, 8 deməli daha, 9 yoxsa 10 məlumat. Maraqlıdır. İndi yuxarıdan aşağı, ondan başlayın. Ondan birə qayıdın. Ondan başlayın. 10 məlumat. 9 yoxsa
Sonra daha 8 daha 7 fikir, 6 hansı, 5 başda, 4 böyük, 3 istifadə, 2 aktivlik, 1 deməli yaş. Super, bravo. Həqiqətən alqışlayıram sizi. Çox biz bir dəqiqə yarım keçdi ki, 10 dənə sözü belə əzbərlədiniz. Əksinə və həm də seçdiyiniz sözlər də şəkil deyildi. Ha bax, mücərrəd idi. Bu daha çətin şeyə istifadə edir. Sizə bir sual verim Nur müəllim, bir yaddaşınızı yoxlamaq üçün. Ümumiyyətlə Azərbaycanın ilk elmi maarifləndirici radiosu hansıdır? İlk elmi maarifləndirici radio Planet FM. Tamamilə doğrudur. Aferin sizə. Yaddaşınız güclüdür. Əla. Və mənə maraqlı gəldi. Bunu necə etdiniz? Çox tez bir zamanda elədiniz də. Yəni bir dəqiqə yarım 10 da sözü dediniz və mənə bir də maraqlı gələn 4-cü hansı sözü idi? Böyük. 4-cü. 4-cü böyük. Tamamilə doğrudur. Bunu da yoxladıq ki, gələ bilirsiniz. Bəli, hətta bir gün sonra belə bu yaddaş texnikaları ilə bu 10 dənə söz yadda qalır. Amma daha sonra mən bunu təkrar eləməsəm, beyin bunu atacaq. Nə qədər lazımdır təkrar eləməyə ki, tam otursun da bir dəfəli? İndi təkrarın, sistematik təkrarın qaydası budur. İndi öyrəndiyim məlumatı 10 dəqiqədən sonra qısaca bir təkrar, sonra 24 saatdan sonra bir təkrar, 7 gündən sonra, yəni bir həftə sonra bir təkrar, sonra üstündən bir ay sonra bir təkrar, bir aylıq periodlara bir neçə təkrar kifayət edir ki, məlumat uzun müddətli yaddaşa ötürülsün. Aha, demək birinci indi öyrəndiyini keçdi 10 dəqiqədən sonra bir daha təkrar edir, sonra bir gün sonra, daha sonra bir həftə sonra, bir ay, bir neçə perioddan, yəni bir ay qısa. Bir ay və o bir dəfəli oturur beyinə. Maraqlıdır, əla. Qidalardan danışaq, zamanımız azdır. Ümumiyyətlə qidaların yaddaşa təsiri. Qidaların yaddaşa birbaşa təsiri yoxdur, birbaşa. Amma beynin fəaliyyətinə, bədənin ümumi sağlamlığı nöqteyi nəzərindən qidalar çox faydalıdır. Beyin üçün xüsusən tövsiyə edərdim balıq yağı, sonra ceviz, qoz filan, yəni xırda, sonra enerji verən üzüm çəyirdəyi, yəni bədən üçün sağlam olan düzgün qidalanma rejimi, ümumi pəhriz, yəni nə çox yeməmək, nə az yeməmək, normal pəhriz, normal qidalanma. Çünki birbaşa təsiri yoxdur. Lazımdır ki, bədənin fəaliyyəti, beynin zəngin qidalanmağı təmin olunsun. Və kompleks yanaşma tələb edir. Və bir də vitaminlər, ən vacib vitaminlər çox önəmlidir ki, insanlar onu içməlidirlər. Çünki bizim qidalarımızda çox azdır vitaminlər. Bunu artıq bilirik, görürük. Yəni sintetik yeməklər daha çox yeyirik. Əvvəlki o təbiilik çox az qalıb. Təşəkkür edirəm. Minnətdaram Nur müəllim, gəldiniz və həqiqətən də təəccübləndirdiniz insanları da, bizi də bir daha təəccübləndirdiniz. Son sözü alaq. Mənə dəvət elədiyiniz üçün təşəkkür edirəm. Tərcüməçim, çox sağ olun, var olun. Yəni növbəti nə zaman görüşlər olsa, yəni məlumat paylaşımı olsa mən hazıram. Kitabınızı hardan əldə eləmək olar? Kitabımı inşallah, yəni növbəti nəşri çıxacaq, 3-cü nəşri. 2 də bitdi artıq. Birdən 2-ci nəşr bitdi. İndi 3-cü nəşri inşallah çıxacaq. Növbəti 2 aydan sonra, yəni paylaşaram məlumatları. Əla, təşəkkürəm bir daha. Minnətdaram gəldiniz. İndi isə günün aforizminə keçirik. Düşüncə mərkəzindən günün aforizmi. Bəli, günün aforizmi. Güclü yaddaş çox məlumat bilmək deyil. Lazım olanı doğru anda xatırlamaqdır. Həqiqətən də çalışın həyatınızda gözəl anları xatırlayasınız. Pozitiv anlarınız bol olsun, insanları sevin, sevilin, hər zaman insanların uğurlarına sevinin. Planet FM nəfirində Düşüncə Mərkəzindəydiniz. Apajınız mən Təbriz Sarjinski. Qismət olsa inşallah bir də 4-cü gün görüşəcəyik. Sağ olun.